Son zamanların trendi olan sobasız tavada yaş keki gec olsa da mən də hazırlayıb sizlərlə paylaşıram. Tavanın içərisinə 1 ədəd banan, 2 yemək qaşığı şokolad yağı, 2 ədəd yumurtanı əlavə edib bir-birinə qarışdırıram. Üzərinə 1 armud stəkanı şəkər tozu, 2 armud stəkanı süd, 1 armud stəkanı duru yağ, 1 çay qaşığı qabartma tozu, 2-3 qaşığı kakao əlavə edib qarışdırıram. 2 stəkan ələnmiş un tökürəm, qarışdırıram və xəmir hazırdır. Tavanın kənarlarını spatula ilə təmizləyirəm, qapağını örtüb ocağın üzərində vamxodda bişməyə qoyuram. Keks bişənə qədər üzəri üçün şokolad sosunu hazırlayıram. 1 armud stəkanı şəkər tozu, 2-3 yemək qaşığı kakao əlavə edib qazanın içərisinə qarışdırıram. Yarım armud stəkanı duru yağ, 2 stəkan süd əlavə edirəm, qarışdırıb ocağın üzərində qaynayana qədər qarışdıraraq bişirirəm. Ara bir tavanın qapağını açıram, gördüyünüz kimi buxarlanır, onu salfetka ilə silib yenidən qapağına qoyuram. Budur keksimiz artıq hazırdır. Çöp ilə yoxlayıram bişməsini. İlk istiliyi getdikdən sonra keksin iliq halda olan sousu üzərinə gəzdirirəm hər tərəfinə. Təxmini 5-10 dəqiqəyə canına çəkir sousunu. Üzərinə xırda doğradığım qoz ləpəsi səpib servis edirəm. Çox dadlı alınır. Siz də mütləq hazırlayıb dadına baxın. Bugün ilə məndən bu qədər olsun. Əgər videomu bəyəndinizsə bəyəni işarəsi atıb dostlarınızla paylaşıb abunə olmağı unutmazsanız çox sevinərəm. Yeni videolarda görüşmək üzrə inşallah. Sağlıqla qalın.